Liviya Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Əli Əhməd Əl-Həddad və onu müşayiət edən şəxslər Ankaradan havaya qalxdıqdan sonra baş verən təyyarə qəzasında həlak olublar. Publika az məlumat verir ki, bu haqda Liviyanın Milli Birlik Hökumətinin baş naziri Abdelhamid Dbeybanın yaydığı bəyanatda deyilir. Liviya ordusunun baş qərargah rəisi Məhəmməd Əli Əhməd Əl-Həddad və onu müşayiət edənlərin ölüm xəbərini aldıq. Dbeyba rəsmi açıqlamada bildirib. O əlavə edib ki, təyyarədə ümumilikdə 5 nəfər olub. NTV-nin məlumatına görə qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub. İHH xəbər agentliyi Haymana ərazisində güclü partlayış baş verdiyini bildirib. NTV televiziya kanalı Liviya baş qərargah rəisini daşıyan təyyarənin radarda itməsi haqda məlumat verib. Kanalın məlumatına görə təyyarə ilə əlaqə havaya qalxdıqdan qısa müddət sonra kəsilib. Türkiyə paytaxtı üzərindəki hava məkanı uçuşlar üçün bağlanıb. Əlavə edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar olunub. Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikəyə qeyd edib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesik Kavak kəndindən 2 kilometr cənubda tapılıb.